Azad olmaq istəyiriksə, gərək məhdud olaq. Məhdudiyyətləri qəbul edək. Məhdudiyyətləri qəbul etmək, yəni təqvalı olmaq. Təqva, yəni qalxan. Yaxşı, təqvalı olmaq üçün, yəni azad olmaq üçün nə lazımdır? Bu sualın cavabını bizi yaradan Allah Qur'anda verir. Kutibə aleykumus-siyam kəma kutibə aləl-ləzīnə min qablikum ləalləkum təttəqun. Oruç tutmaq sizə vacib edildi. Necə ki, sizdən öncəkilərə vacib edilmişdi. Niyə? Bəlkə təqvalılardan olasınız. Salam əziz və hörmətli bacı və qardaşlarımız, xoş gördük sizləri. Oruç tutmağın fəlsəfəsi insanın təqvalı olmasıdır. Yəni, oruç tutmağın nəticəsi insanın təqvalı olmasıdır. Təqva, yəni insanı fiziki və ruhi kamaldan saxlayan hər bir maneəyə qarşı sipər mənasındadır. Orucluğun faydası, orucluğun digər fəlsəfəsi və təsiri nədir? İmam Sadiq əleyhissalam bu barədə buyurur ki, oruc sizə buna görə vacib edilmişdir ki, kasıblar və varlılar arasında bərabərlik bərqərar olunsun. Və bu, varlıların aclığı dadıb kasıblara qarşı haqlarını yerinə yetirmələri üçündür. Çünki varlılar adətən istədikləri hər şeyə sahib olurlar. Yəni, ürəyi istədiyi nə istəyirlərsə, nə zaman istəyirlərsə əldə edə bilirlər adətən. Allah bəndələri arasında bərabərlik saxlanılması üçün və qorunulması üçün Xaliq varlılara aclıq və əzab daddırır ki, zəiflərə və aclara mərhəmət etsinlər. Amma orucluğun faydaları burada bitmir. Əsas faydalarından biri də sağlamlıq və müalicə effektidir. Bir çox xəstəliklərin səbəbi müxtəlif qidaların həddindən artıq qəbul edilməsidir. Çünki sorulmamış artıq maddələr bədənin müxtəlif hissələrində qızıqlandırıcı yağlar şəklində və ya qanda artıq yağ və şəkər şəklində qalır. Bu maddələr müxtəlif yoluxucu mikrobların çoxalması üçün bir çirkabdır və bu halda bu xəstəliklərlə mübarizə aparmağın ən yaxşı yolu oruc vasitəsilə onları, yəni o çirkabları, mikrobları cəzb edən çirkabları məhv etməkdir. Təsadüfi deyil ki, əziz Peyğəmbərimiz Səlavatullahi əleyh və aleyh buyurmuşdur. Mədə bütün ağrıların və xəstəliklərin evi və mərkəzidir və oruç tutmaq ən yüksək və gözəl dərmandır. Amma orucluğun ən pik və gözəl zamanı niyə Ramazan ayıdır? Çünki Allah özü buyurur ki, bu ay mənim ayımdır və bu ayın seçilməsinin səbəbi digər aylardan Allahın yanında üstün olmasıdır. Bu ayda bəşəriyyət üçün hidayət və rəhbərlik kitabı olan və təlimatları və qanunları ilə doğruları səhv üsullardan ayıran və insanların xoşbəxtliyini təmin edən Furqan, yəni Qur'an kitabı nazil olmuşdu. Bu nazil olma gecəsi Qədr gecəsi adlanır ki, Allah Teala buyurur ki, İnna ənzəlnahu fi leylətil qədr. Allah buyurur ki, bütün bəşəriyyətin fiziki və mənəvi xilas yolu olan Qur'an kitabı Qədr gecəsində nazil olmuşdu. Qədr gecəsi, yəni biz deyirik ya, qudrət, təqdir, təqdirlərin və taleylərin müəyyən olunan gecəsidir. Deməli, orucluq fəlsəfəsinə diqqət edəndə görürük ki, insanı maddi və mənəvi bütün çirkablara qarşı qoruyan bir sipər olduğuna görə ən yüksək əməllərdən biridir və bu cür qoruyucu qalxan olduğuna görədir ki, Allah
orucluğun fəlsəfəsini Qur'anda təqva olaraq tanımlayır. Yəni, oruç tutun ki, bəlkə siz də əlinizdə qalxan götürüb sizi fiziki və mənəvi, maddi və ruhi və psixoloji bütün kamal yolundakı maniyələrdən saxlayan işlərə qarşı, düşmənlərə və rəqiblərə qarşı əlinizdə qalxanınız olsun. Ən yüksək qalxan rolunu oynayan əməl təsadüfi deyil ki, Allah yanında ən yüksək gecədə qərar verilməli idi. O da Qədr gecəsidir. Qədr gecəsi də Ramazan ayına təsadüf etdiyinə görə əlimizdə qalxanla kamal yolundakı bütün pisliklərə qarşı mübarizə apararaq ən mükəmməl ayın, ən mükəmməl gecəsində ən mükəmməl xilas yolu olan Qur'anı qarşılamağa gedirik. Təsadüfi deyil ki, Ramazan orucunun, Allah buyurduğu orucun fəlsəfəsi insanı maddi və mənəvi düşmənlərdən qoruyan təqva qalxanı olduğu halda, Allah Qur'anın 2-ci surəsinin əvvəlində də Qur'anı təqvalılar üçün bir hədiyyə olaraq təqdim edir. Buyurur, "Zəlikəl kitab la raybə fihi hudəllil muttəqin." O əzəmətli kitab, yəni Qur'an, bəşəriyyətin xilası olan Qur'an, elə bir hidayət və hədiyyədir ki, yalnız təqvalı olanlara, yəni əlində qalxanı, sepəri olanlara hədiyyə və hidayət yolunu göstərir. Oruc isə digər ayədə bayaq qeyd etdiyimiz kimi insanlara təqva qalxanı verir. Deməli, gərək ən əzəmətli kitab, ən əzəmətli gecədə və ən əzəmətli ayda qarşılaya bilmək üçün, təqvalıların hədiyyəsi olan kitabı qarşılaya bilmək üçün oruç tutmaq lazımdır ki, لَعَلَّكُمْ تَتَّقُونَ. Bəlkə təqvalılardan olaq. Təqvalılardan olmasaq, təqvalılar üçün hədiyyə olan və xüsusi hədiyyə olan Allah kitabını doğru düzgün qarşılayıb, təqdirimizi Qədir gecələrində düzgün yaza bilməyəcəyik. Allaha əmanət olun. Allah oruclarınızı qəbul etsin.